Herkese salam dostlar, Mutfağım kanalıma hoş geldiniz. Yeni bir video başlayıram. Hoş gördük sizleri. Burada deməli çiğ köfte yiyeceğim. Limon burası yığmışam ve tabii ki ayran olmazsa olmaz. Çiğ köftəni ilk dəfə mən Bakıda yemişdim. Hardasa diyeyim 6 yıl falan, belki de 7 yıl bundan əvvəl. Orada yiyərkən mənə lavaşda təqdim eləmişlər. Hardasa bir dənə belə balaca Türk restoranı idi. Orada çox maraqlı gəlmişdi və mən də yemişdim. Amma sizi inandırım, o qədər sevmədim. Hətta bugünkü yəni mən çox nahaq yerə buna pul verdim, aldım. Baktı da. Deməli lavaşın içində yağ vermişlər. Və üstünə nar şərab əlavə eləmişlər. Mən də nar şərabı ümumiyyətlə sevən biri deyiləm. Mənə dadı çox pis gəlmişdi. Qismət elə gətirdi ki, mən Türk vətəndaşı evləndim. Və məcburən də olsa bu yeməkləri yeməyə başladım. Bu mənim həyatımda 4-cü çiğ köftə yeyirəm. Yəni 4-cü dəfə yeyirəm. Artıq deyim ki, sizə o qədər sevməyə başlamışam. Bunun da dadı çox gözəl olub. Düzdür, çox acı vururlar, isot vururlar, qırmızı biber, qara biber, hər şeydə, demək sumak, bulgur. Amma ortaya o qədər gözəl bir ləzzət çıxır. Bugün sizinlə dostluqlardan danışmaq istəyirəm. Həyatımdakı toksik dostluqlardan. Bilmirəm sizdə necə olub ya yox, amma mən düşünürəm ki, hər kəsin həyatında en azından bir dəfə də olsa belə bir insanlar olur. Mənim toksik dostluğum hər şeyə əslində çox yaxşı başlamışdır və bizim 2 il ərzində dostluq münasibətimiz davam edib. Bəs niyə indi mən ona toksik deyirəm? Toksik isə mən niyə ondan ayrılmadım və 2 il bizim münasibətimiz davam elədi. İnanırsınız, bu mənim özüm üçün də çox maraqlıdır. Çiğ köftə o qədər dadlıdır. Acısı boldur, ama çok tatlıdır. Bunu bizim tüm komşumuz hazırladı. Biraz orada yedik, çok kalmıştı, birazını da verdi ki apar evde yersin. Əslində mən də bir neçə dəfə ayrılmağa çalışmışam. Həmin rəfiqəmdən. Sadəcə alınmayıb. Və indi düşünürəm ki, biz 2 il ərzində bir-birimizə xidmət eləmişik. Çünki
Elə bir dövrdə tanış olmuşduq ki, hər ikimiz də eyni yollardan keçmişdik. Və o anki frekansımız bizi bir-birimizə yaxınlaşdırdı. Hansı yollardan keçmişdik? İş məsələləri olsun, həyatda olan qırğınlıqlarımız olsun, çatışmayan cəhətlərimiz olsun, zəifliklərimiz olsun. Onu deyim ki, mən o dönəmdə o qədərdə güclü xarakterdə bir insan değildim. Hər şeydən tez yıpranan, hər şeydə tez üzülən bir xarakter idim. Və əslində o dönəm elə mənim ona ehtiyacım var idi. Amma vaxt ötdükcə mən artıq ruhən sağalmağa başladım. Və gördüm ki, həyatdakı istəklərimiz, həyatdakı yolumuz, necə deyim, necə başa salım, heç nə eyni deyil, duyğularımız fərqlidir. Deyə bilərsiniz ki, yəni, iki dost, əgər dostsuzsa, eyni duyğuda, eyni istəkdə olmaq məcburiyyətində deyilsiniz. Tamamilə razıyam, haqlısınız. Bunu götürün. Çiğ köftəni ən çox çağı ilə yeməyi sevirəm, amma bu da tez-tez qırılır. Sadəcə necə idi? Mən ruhən sağalmağa çalışdığım vaxt o mənə aşağı salırdı. Mən artıq özümü yaxşı hiss eləməyə çalışdığım vaxt o problemləri ilə, sağalmaq istəmədiyim problemləri ilə mən aşağı salırdı. Bir-birimizin çox yanında olduq, bir-birimizə çox dəstək olduq. Söhbət maddi dəstəkdən getmir, bəlkə maddi dəstəklər də olduq. Çünki birimizin işi yaxşı olmadığı vaxt digərimizin işi yaxşı idi. Maddi dəstəklərimiz də oldu, mənəvi dəstəklərimiz də çox oldu. Amma əgər dostluqda necədir? Sizi olduğu kimi qəbul eləməyə çalışan biri lazımdır. Və əgər sağalırsınız, o sizin çıxdığınız frekansa çıxa bilmirsə, orada istər-istəməz sizin bağlarınız qurur. Məsələn, mənə çox ehtiyacı olan vaxtda mən onun yanında olmuşam. Amma son zamanlar görürdüm ki, o mənə eyni davranmır. Və yaxşı olduğum çox tərəfdən qısqanclıq hiss edirdim. Bunu qısqanclıq elə bir şeydir ki, heç nə deməyə bilər. Məsələn, qısqanclığa aid heç bir söz deməyə bilər sizlə bağlı. Amma adi bir baxış, adi bir söz, adi bir hərəkət, siz onu tutursunuz. Və artıq bu dəfələrlə olanda deyirsiniz ki, yox, nəsə düz getmir. Və açıq son zamanlar mənim digər dostlarım onu tanıyandan sonra deyirdi ki, necə anlaşırsınız? Əslində sənin ona ehtiyacın yoxdur.
Əslində dostluq ehtiyac deyil, bunu bilirəm. Amma moralni olaraq məni çox çökdürürdü. Çox moralni olaraq mən yerlərdə olurdum, həvəs olaraq, motivasiya olaraq. Bəlkə də onun da sağalmağa başqa bir insanda ihtiyacı var idi. Və biz 2 ilin sonunda dostluğumuz bitmiş oldu. Bu da necə oldu? Ani bir şəkildə. Deyim ki, biz bir-birimizə nə demədik, yəni alınmır, belə getmir. Çünki dediyim kimi bir neçə dəfə ayrılmışdıq və yenidən birləşmişdik. Amma gördük ki, alınmır, ya nəsə. Bir anda həyat elə bir şeydir, həqiqətən çox maraqlıdır həyat. Bir anda o başqa bir tərəfə yönəldi, mən başqa bir tərəfə yönəldim və hər dəfə ayrılmaq istəyəndən zəng vurub axtaran, yazan insan bu dəfə heç nə yazmadı, heç nə olmamış kimi ayrıldıq və çox asanlıqla ayrıldıq. Bu mənim özüm üçün də maraqlı gəlir ki, bu necə baş verdi. Demək ki, o zaman deyilmiş və bir-birimizin xidmət eləməliymişik. Ya toksikliğimizlə, ya bu qədər ayrılıb barışmağımızla. Çünki zamanı gələndə hər şey o qədər asanlıqlı olur ki, insan özü də bilmir ki, necə oldu. Bəzən deyirlər ki, dostluq pul deyil, məsələn necə pul deyil, qarşılıq gözləmək deyil. Sən nə sevirsənsə qarşılığını gözləməməlisən. Haqlısınız, bu belə ola bilər, belə də olmalıdır. Amma en azından siz o dostluqda, o münasibətdə alma vermə dengəsini görəndə, qarşılıq görəndə siz bir başqa bağlanırsınız. Yoxsa başqa cür bu artıq istifadəçiliyə keçir. Sanki özünü istifadə olunmuş kimi hiss edirsən. Yəni dostluq olsun, başqa bir münasibət olsun, sevgi münasibəti olsun, hər bir şey məncə bu həyatda qarşılıqlı olmalıdır. İstər sevgi cəhətdən, istər münasibət, səmimiyyət cəhətdən, hər şey qarşılıqlı olmalıdır ki, bu münasibət yeriyə bilsin. Yoxsa bir tərəfli olanda mənə görə o münasibət o yerdə qırılır.